Dil bir xalqın ruhu, yaddaşı, kimliyidir. Hər sözündə tarix, hər ifadəsində mədəniyyət yaşayır. 21 fevral Beynəlxalq Ana Dili Günüdür. Bizim məktəbimizdə müxtəlif xalqların nümayəndələri təhsil alır. Gəlin görək, məktəbimizin şagirdləri ana dil haqqında nə düşünür? Ana dilində danışarkən hansı hisslər keçirirsiniz? Ana dili mənim doğma dilimdir. Əlbəttə ki, öz dilimdə danışanda qürur hissi keçirirəm. Hər zaman nəsib olmur ki, damarlarından Azərbaycanlı qan axsın. Sizin ana diliniz nədir? Ləzgi dili. Benim ana dilim Türkçedir. Мой родной язык это русский язык. Ana dili sizin üçün nə deməkdir? Fikrimi sərbəst ifadə edə bildiyim dildir. Ana dili sizin üçün nə deməkdir? Olar ləzgicə cavab verəm. Olar. Cavab rahat raxayacaq. I'm to be happy. Ana dilində danışarkən hansı hisslər keçirirsiniz? За жуач раxadama zəki fatfadamız. Gurur duyuyorum. Это мой родной язык, который я считаю счастьем. У всех есть свой родной язык. Dili inkişaf etdirmək üçün nə edərsiniz? Write book, very translate. За para kitab haqqında və haçılar tərcümə yaraydı. Ana dilində ən sevdiyiniz şeir misrası hansıdır? Yaşamaq yanmaqdır, yanasan gəlir. Beynəlxalq Ana Dili Günü 1999-cu ildə UNESCO tərəfindən təsis edilmişdir və hər il 21 fevral Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Çünki hər itən dil itən bir tarixdir. Bu dildə ən sevdiyiniz söz hansıdır? My favorite word is never. Мой самый любимый слово это радуга. Ana dilində ən sevdiyiniz söz hansıdır? Səni sevirəm. Görüşərik.